Bugün sizə Trendyol alışverişimlə gəlmişəm. Səbirsizliklə gözlədiyim, ən çox gözlədiyim bu idi. Bunu nəzrimlə gətirmişəm, bir biləsiz. Əslində gələndə bilmirdim ki, belə ağır olacaq bu. Ondan sonra ağır olacaq, belə açıq olacaq, bilmirdim. Yəni gələndə də belə gəldi bizim evə bu. Bu isə bunlar da mənim dəfələrlə artıq istifadə etdiyim və razı qaldığım məhsullardır. Çox sevə-sevə istifadə elədim. İndi sizə də göstərəcəm. Məncə sizə də yarayacaq bir şey, sevəcəyiniz bir şey olacaq. Bir saniyə. Görək nədir? Nə qədər düşüblər bunu, ay Allah. Nə qədər? Uşaqlar buradan azca belə yeyirlər, şey deyirlər, baxırlar. Hələ bir dəfə də büküblər, təsəvvür. Bu altı, altıymış. Həm sərt tutmuşam da yerinə. Ağdır. Amma ağdır. Mənə malakor. Mənim otağıma malakor gelirdi. Bu arada alergiyam qalxıb. Yaz ayları da. Alergiyam qalxıb və özümü səhər tezdən əzgin hiss edirəm. Alergiyam da olanda elə bir ki necə oluram? Elə bir ki gripəm. Elə hiss edirəm özümü. Oğlumun hətta neçə gündə nəfəsi tutulur. Biraz əziyyət çəkir onunla. Mən də bu gündən başlayıb artıq. Ay Allah, bunu bilirsiniz də nədir? Budur. Elə xoşum gəlir ki, bunu partlatmaqdan. Bu arada bundan tortlar üçün dekorlar hazırlamaq olur. Deyim, biləsiz, yadınızda saxlayın. Sağ olun qızlar. Bilən buradan sağlam ol dediniz. Sağ olun. Həmişə yemək olmayacaq ki, biraz da aldıqlarımızı paylaşım sabah. Ay Allah. Bildiniz də nədir bu? Bildiniz də yəqin ki. Hoppa. Ne bir də bükürlər bunu. Bu. Çok geceydi. Çok geceydi. Ama geriye geldi. Ama çok geceydi. Bu benim. Allah. Nədir? Amma çox qəşəng. Mən elə bilirdim ki, bu malakor renk gələcək. Ağ rəngdəsinə gedir mənim otağımın. Heç bir problem yoxdur. Bunu indi otağa qoyub göstərməyəcəm, amma çox sevdim. Çox sevdim. Çox qəşəng. Elə biraz alçaqdır, hə. Nə deyirsiniz? Bu mənim otağım üçün, yəni makyaj masamın altına aldığım oturacağımdır. Ancaq bu yerləşə bilərdi ona. Çünki mənim otağım balacadır. Düşündüm ki, ancaq belə bir şey ala bilərəm və qalxır. Nə istəsə zaten gitsin. İnanırsınız, göstərəcəm içinə. Çox qəşəngdir. Mən bunu malakorya gözləyirdim. Nə olsun, ağ da gedir. Əsas odur, qaradan bozdan gəlmədi. O heç getməzdi. Amma sizə bir şey deyim. Elə ki, bu biraz şeydir, alçaqdır. Ya yox? Yox, üstündən alçaq deyil. Mən indi göstərəcəm də sizə. Allah. Birini düzəldəndə birini sındıracam indi. Görəsən, bu ayaqlıq olmaq olar. Olmaq olar bəlkə də. Vallahi olar. Məsələn, belə ayaqlıqlar olur, hazır satırlar. Gör bir də orada da yüksəlsin. Nə olacaq ki? İndi qəşəng də görsənsin. Allah, bu dəqiqə sındıracaq. Olar. Elə özüm eləyəcəm ona. Sizinlə bir yerdə eləyəcəm, görəsiniz. Belə.
Şey, baxın, istəsəz ata bilərsiniz. Mən elə eləyəcəm. Hər yerdə belə bir şeylər elətdirmişəm. Mebellərimdə də, makyaj masamda da elətdirmişəm. Məsələn, qalxır. Amma aşağıda yerləri də var istifadə eləməyə. Qapağı qalxır da. Hansı ki o düz yer yoxdur. Baxın, belə qaldırmaq olacaq onu da. Mənim evim belə çox belə böyük deyil, geniş olmadığından biraz belə şeylərə önəm verirəm. Bunu çox bəyəndim. İçinə də nə istəsəz atın getsin. Nə istəsəz ha. Belə. İndi sizə enini, uzunluğunu falan hamısını deyək. 45'dir. Uzunluğu tam olarak yadımda değil. İndi burada baxdım, dedim linkini de paylaşım. Bəlkə siz də istəsəz götürün, amma gördüm stokda deyil, stokdan qaldırıblar. Gələn kimi sizinlə də paylaşacağım. Məncə almağa dəyər. Mən şəkildə görəndə malako rəngi idi, amma gələndə ağ rəng gəldi. Yaxşı ki, ağ gəlib, heç olmuyor. Mənim otağımdan uyğunlaşacaq. Çünki məndə çox malako, ağ belədir. Mən belə rənglərə daha çox üstünlük verirəm. İndi baxdım, istədim sizinlə linkini paylaşarsınız. Məncə çox qəşəngdir. Bizdə mən getdim 150 manata bunu hazırlatmaq falan. Hamısı 150 manata başa gəldi. Mən bunu indirimdə olanda almışdım. Məncə endirimləri tuta bilsək, istəyir Temudan, istəyir də ki Trendyoldan yaxşı mallar gətirmək olar, yəni bizə sərf eləyək. Qoyduq bir kənara, getiririk bizim baxım məhsullarımıza. Bunları bir saniyə bilərsiniz, belə tüşlü xalçalar satırlar. Yusufda elə bilən görmüşəm o xalçalardan, hətta elə Trendyolda da görmüşəm. Sizcə onlar necədir? Yaxşıdır. Heç alıb istifadə edənlər var. Alıb istifadə eləmişsinizsə oradan mənə deyin. Elə olsa bunlara bənzəyir. Mən də alaram, mən də istifadə edərəm. Məsələn, onun nəyindən qorxuram? Deyirəm ki, bir müddətdən sonra yapışar. Şimdi bu elə deyil məncə. Mənim stollarım kimidir. Qəşəngdir, çox qəşəngdir. Bəyəndim bunu. Bunu bəyəndim. Baxın, bəyəndim. Bir dənə rəngi fərqli gəlir. Diametri isə diametri 45'dir bunun. Uzunluğunu toparmadım. Bu arada Ramazandan mən kilo almışam. Özdə bildiyiniz ha, yəni 59 kilodan 65 kiloya insan necə qalxar? Nə qalxmışam? Fikircə saat, ay, bunu niyə görürəm? Bu da Kangodan. Bu arada biz bütün Trendyoldan gələn mallarımızın hamısını Kangoya veriyoruz. Yox, Findex də var. Findex bizim Mamagelin evinin yanındadır, amma Kango həqiqətən tez gətirir. Görək bu hansıdır. Görək bu nədir. İnanırsınız, bu allergiya məni daha aklıma tutdu. Bu Kipir. Kipirin məhsullarını mən sizə nə qədər tərifləsəm azdır. Nə qədər tərifləsəm azdır. Çünki mən yenicə kollagen istifadə eləməyə başlamışam. Artıq bir paskasını bitirmişəm. Onun da deməli bir qabı, yəni bu qab, aslında belə əlimdə mən onu sizə. Bu kollagen bilirsiniz nədir? Mütləq alın, istifadə edin. Mən bunu alandan sonra hətta bədənimdə topayı kökəlmişəm, söz yox. Biraz arıqladacağım özümə. Hətta bədənimdə toparlanma hiss eləmişəm. Mənim sümüklərim çox ağırlıdır, ayaqlarım çox ağırlıdır və mən çox tez yoruluram. Bunun sayəsində reklam olaraq demirəm ha bunu. Bunun sayəsində mən bu illəri özümü çox gümrah hiss eləmişəm. Bunun mən sizə indi deyəcəm. Mən bunu gəlin belə aça elə sizə başa salın. Deməli, əgər saçlarınız uzanmırsa, mənim saçım bilirsiniz çox zəifdir. Saçım çox zəifdir, dırnaqlarım çox zəifdir, sümüklərim ağrılmağa çox meyillidir. Çox meyillidir elə şeyləri. Bu illəri bunun sayəsində mən inanın elə rahat olmuşam. Linkini paylaşmağa görə demirəm, amma sadəcə mən bunu bilər ki, deyirsiniz blogerlər. Bunu reklam edirsə özlərinə görədir, amma mən bloger deyiləm, mən sizlərdən deyirəm. Mən heç videoda paylaşmıram bu arada, deyim biləsiniz. Deməli, 2 cür kollagen var. Bir balıq mənşəli, bir də heyvan mənşəli. Yəni mən özüm bildiyim qədərini az da olsa sizə çatdırmaq istəyirəm. Mən hələlik heyvan mənşəli, baxın üzərində
Hətta şəkli də var. Oradan görsənir, ya görsənmir? Görsənir. Mən heyvan mənşəlisini almışam, çünki bunun sümüklərə çox xeyri var. Mənə də əsas nə lazımdır ki? Mənə gəncləşdirməsindən çox, mənə sağlamlıq cəhətdən çox xeyir. Burada nə gözəl bir şey var, baxın. Burada da belə bir şey var, baxın. Nə qədər qida qəbul eləsək də, yəni bizim dəstəyə məncə ehtiyacımız var. Dəstək də nə olur burada? Bu olur. Yəni mütləq. Bunu mən necə istifadə edirəm? Mən ən çox pəhriz eləyəndə istifadə etdiyim bir məhsuldur bu. Çox da yaxşı təsirini görürəm. İçində göz suyu maskası var. Bir saniyə. Yəni çox qəşəng rəngli bu arada. Bunun özünün atladım. Bir qaşıq, belə qaşıq götürürsünüz. Meyvə suyuna da əlavə edə bilərsiniz, adi suya da əlavə edib içə bilərsiniz, səhər də içə bilərsiniz. Əgər gün ərzində istəyirsinizsə, mən enerjili olmaq istəyirəm gün ərzində. Onu səhər götürün, suya qatın, için. Araşdırandan sonra götürmüşəm bunu. Sırf bunu araşdırandan sonra uzun müddət araşdırmışam. Ondan sonra götürmüşəm. Mənə elə gəlir ən çox alınan bu kollagen ən çox alınan məhsullardan biridir Trendyolda. Linkini tək-tək paylaşacağam. Girib ala bilərsiniz. Amma C vitamini ilə bərabər istifadə etməlisiniz. Bunu da unutmayın. 25 yaşda bildik, artıq bədənimizin kollageni get-gedə azalır. 30 yaşda isə artıq hər il 30 yaşda isə bədənimizdə olan kollagen səviyyəsi hər il 1-2% artıq azalır. 40 yaşında isə biz 40 yaşında deməliyik, 40 yaşında isə artıq sürətlənməyə başlayır. Bədənimizdə qırışlar əmələ gəlir. Sümüklərimizdə çox zəifləməli əmələ gəlir 40 yaşından sonra da artıq bunlar. Bunun qarşısını almaq üçün nə etməliyik biz? Və kollagen istifadə etməliyik. Yəni özümüzə baxmalıyıq qızlar. Mütləq. Onu da qeyd edim ki, 50 günlükdür bu. Yəni 50 gün gündə bir qaşıq əlavə edib içə biləcəksiniz. Meyvə suyuna, yediyimiz yeməyə, kaşı hazırlayın, səhər kaşıya əlavə edin. Pəhrizdəsiz, meyvə suları çəkin, içinə əlavə edin, başlayın içməyə. Yoğurt əlavə edib içə bilərsiniz. Məsələn, mən suyunu içə bilmirəm qızlar. İçə bilmərəm. Heç vaxt adi bir suya əlavə edim, içim. Eləyə bilmirəm. Mən nə ilə içirəm? Ya meyvə suyu alıb qoyacam evə, ya yoğurt alıb qoyacam evə, neyim? Bununla bərabər C vitamini də istifadə etməlisiniz. Yəqin ki, bilirsiniz. Bədən üçün ən vacib olan vitaminlərdən biridir. Yəni askorbin turşusu, yəqin ki, bilirsiniz. O qədər imkansız maraqlanmışam ki, bunlar haqqında artıq belə bildiyiniz məlumat verə bilirəm də sizə. Heç elə həvəsim də yox idi belə şeylərə. Amma zaman keçdikcə görürəm ki, özümə baxmalıyam, enerjili olmalıyam, daha çox maraqlanıram. İstəyirəm ki, sizlə də paylaşam. Bunlar da niyə belə beş-beş bağlayırlar? Mən bilmirəm. C vitamini immuniteti gücləndirir, kollageni artırır. Əsas odur, kollageni artırır, immuniteti gücləndirir, yaraların sağalmasına kömək edir. Azlığından, yəni anemiyadan əziyyət çəkirəm. Bir neçə günə artıq gedəcəm. Həkimə yoxlanmağa gedəcəm inşallah. Hər şey yaxşı çıxar, çünki özümə görə bir planlarım var. Vitamini də alıb istifadə edə bilərsiniz. Bundan 2 dəfədə alıram. Keçən aldığımız fərqli idi. O 500. 500'də idi, bu 1000'likdir, 30 ədəddir. Bunların hər birini paylaşacağım, baxarsınız. Hamısını tək-tək araşdırıb almışıq. Onu qoyduq kənara. Bura yaman sərgəsiz olsun, nə olur? Təmizləyək. Düzləyək. Burada nə var? Görək burada nə var? Bunlara mağazadır. Burada nə var? Burada nə var? Burada nə var, qızlar? Nə yoxdur ki burada? Niyə belə ayrı qoyublar, ay Allah? Niyə belə ayrı qoyublar? Hə, bunun başlarıdır. Burada. Mən bildiyiniz özümə qulluq edirəm. İnanırsam saçım çox zəifdir. Baxın. Olanın qalanı budur. Hətta bundan da az idi. Bunu istifadə edəndən sonra, baxın, bunu istifadə edəndən sonra mənim saçım bildiyiniz uzanadır. Mənim saçım yoxdur. Demək olar ki, yox kimi bir şey dedim. Mən artıq qəbul eləmişəm bunu. Amma yenə də çalışıram ki, bir şeylər eləyim. Bir ay içində, bir ay, 2 ayda artıq həm başladım bunları istifadə etməyə. Mən çünki bu dərəcə özümə baxmırdım. Boş vermişdim. Çünki müalicələr elətdirirdim. Anemiya xəstəsiyəm, müalicələr elətdirirdim özümə. Fikirləşirdim ki, artıq bunları eləyirəm. Mən nə qədər baxa bilərəm ki, yorulurdum. Amma gördüm ki, yox.
O da işe yaramır. Deməli 2 ay içində başladım. Bunu alıb istifadə eləməyə, yanına da bu şampunu mənim spreyim də var. İndi gətirib göstərəcəm sizə. Tök dedi, mənim canıma doy eləyəcəksiniz ki, Ülviyə nə yaxşı ki bizə bunu məsləhət gördün. Əgər saçınız uzanmırsa, tökülürsə, mütləq istifadə edin. Həm uzanmağına köməklik eləyəcək, həm tökülməsinin qarşısını alacaq. Bunun spreyi də var. Mən hər gecə ondan istifadə edirəm. Hətta bir videom var idi, oğlumla bərabər bir videoda. Ən sonda onda hər kəs soruşurdu, amma onu mən sizdən niyə paylaşmadım? Dedim ki, qoy özüm istifadə edeyim. Görüm ki, həmən onun xeyrini gördüm. Ondan sonra sizlə paylaşım. Üzərində də yazılıb duz, sulfat içərməz. Tərkibində duz və sulfat yoxdur. Mən bir ay içində artıq hiss edirəm ki, mənim saçlarım uzanıbdır. Qaldı ki, cilt bəyazlatıcı, yəni ağardıcı. Bu ağardıcı, ümumiyyətlə bu firmanın bütün məhsulları çox qəşəngdir. Bütün məhsullarını mən bəyənirəm. Onlardan biri də cilt bəyazlatıcı, yəni üz ağardıcı. Burada qaraltılar varsa əgər, nə edirsiniz? Əgər dirsəklərinizdə qaraltı varsa, bundan istifadə edə bilərsiniz. Üzdə ləkələr varsa, istifadə edə bilərsiniz. Üzün rəng tonunu eyni edir. Yəni, bikini bölgəsində ən böyük problemlərdən biridir. Öz aramızda, xanımlar da onsuz da. Ən böyük problemlərdən biridir. Bikini bölgəsində qaraltılarda da istifadə edə bilərsiniz. Bu firmanın bütün məhsulları yaxşıdır. Hətta buranın kollageni də var. Onun haqqında mən oxumuşam. Onu da çox gözəl yazıblar. Və məhsulların altını mütləq Trendyoldan alanda yaxşı oxuyun. Bizdə ən yaxşı o işlərə bacım baxır. Mən də ona həvalə edirəm elə şeylərin hamısını ki, xahiş edirəm. Mən vaxtım yoxdur, sən həll elə, oxu. Mənə deyilən yaxşıdır, pisdir. O gətirə. Mən də artıq öyrənmişəm. Mən ikisini, baxın, ikisini vurmuşam. Birini bacım üçün, birini özüm üçün. Bu bitən kimi yenə alacağım, yəni stoklayacağım. Bir şey də var idi, onu da göstərəcəkdim sizə, amma harada tapa bilmirəm. Heç birini açmamışam ki, gəlim sizə hər birini, məhsulların hər birini, hansı ki, razı qaldığım məhsulları sizinlə paylaşım. Bunu da istifadə edəndən sonra yağlı və həssas dəriniz varsa, gün ərzindən yenə də istifadə edə bilərsiniz. Üzərindən, məsələn, gün ərzində istifadə etmirsiniz, yumağa ehtiyac yoxdur. Üzərindən SPF-i vurub çölə çıxa bilərsiniz, heç bir problem olmayacaq. Yəni, üzərində də hətta yazıblar. Mən də elə araşdırmışdım bunu. Bu da belə, bunu da istifadə eləyək. Bunları da alır, istifadə eləyək. Əmin olun ki, hər birindən razı qalın. Mən elə gəlir ki, hər birindən razı qalacaqsınız. Çünki mən razı qalmadığım, arxayın olmadığım heç bir məhsulu sizlə paylaşmıram. Bu, onlardan biridir. Bunu mən sizə hətta tövsiyə edirəm. Yəni, mütləq bu hər biri haqqında məlumat verdim. Demirəm ki, möhtəşəm bilirəm bunlar haqqında, amma araşdırdım və məni qane elədi, aldım, istifadə elədim, sizinlə də paylaşdım. Mən elə gəlir ki, az da olsa sizə xeyri olacaq. Bilin ki, sizin Ülviyəniz sizə pis məhsul paylaşmaz, razı qalmadığı, öz istifadə eləmədiyi ümumiyyətlə məhsul paylaşmaz. İnsan özünə rəva bilmədiyini başqasına da məncə rəva bilməlidir. Elə, bitdi. Bugünlük bu qədər. Görüşərik sabah. Sabah sizinlə meybilləri paylaşacağım. Yox, bir neçə gündən sonra paylaşaram. Bugün bu videonu paylaşıramsa, meybilləri də bir neçə gündən sonra paylaşarıq. Hələlik, yorulmuşam, banka gedib gəlmişəm. Öpürəm hər birinizi. Durun buraları yığışdırmayın. Elimi eşimdən onlara sağlıq.